Balakəndə aliment borcunu ödəməyən ata həbs olunub. 35 yaşlı Seymur Qardaşov 2015-ci ildə ailə həyatı qurub. Onun bu evlilikdən 2 oğlan övladı dünyaya gəlib. Lakin ər-arvad bir müddət mehriban yaşasalar da sonradan münasibətlərin gərginləşməsinə görə 2019-cu ildə ayrılıblar. Boşanmadan sonra Seymura tapşırılıb ki, hər övladına görə ayda 130, cəmisi 260 manat aliment ödəsin. Lakin Seymur Qardaşov bu öhdəliyi yerinə yetirməyib və onun ümumilikdə 17.420 manat aliment borcu yaranıb. Bu borca görə əvvəlcə Seymurun ölkədən çıxışına qadağa qoyulub. Lakin o yenə də borcunu ödəməyib. Bundan sonra Seymurun keçmiş arvadı məhkəməyə üst tutub. Nəticədə Seymur Qardaşov barəsində Cinayət Məcəlləsinin 306.1-ci, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməmək maddəsi ilə cinayət işi açılıb. Balakən rayon məhkəməsinin qərarı ilə Seymur Qardaşova 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Qeyd edək ki, bu barədə məlumatı Lentaz saytı yayıb.